Həmçinin başqa bir qardaş sual verir ki, namazda səhv eləyəndə nə vaxt səcdəyə səhv etmək lazımdır? Möhtərəm qardaşlar, namazda səhv edərkən səhv səcdəsi nə zaman üzərimizə vacib olur? Birinci növbədə bilirik ki, namazın sünnələri var, rükunları var, vacibləri var. Bunları çox insanlar qarışdırırlar. Birinci növbədə rükunlar. Buradan gətirirəm ki, aydın olsun. Rükunlar, əgər biz namazın hansısa bir rükununa yerinə gətirməzsək, o zaman namaz artıq sayılmır, batil olur. Hətta o rükun yerinə gəlmədikcə. Məsələn, bir rükət qılmamısan. O namaz səhih sayılmır, hətta o rükət yerinə gəlmədikcə. Ancaq ikinci məsələ vacibatdır. Vacibat artıq bizim üzərimizə səhv səcdəsini etmək vacibi tərk elədiyimiz zaman olur. Məsələn, insan da namazda hansısa bir vacibi tərk eləyib. Məsələn, iki təşəhhüd arasında Rabbiğfirli sözünü deməyib. Rabbiğfirli demək o vacibdir. İki səcdə arasında. Əgər onu eləmə, o da vaciblərdən biridir daha doğrusu. Onu tərk elədin, sənin üzərinə səhv səcdəsi düşür. Məsələn, 4 rükətli namazda ikinci rükətdə oturmadın. Qalxdın 3-ə. Namaz səhihdir, ancaq o təşəhhüdün əvəzinə səhv səcdəsi edirsən. Ona görə bu qaydanı yadınızda saxlayın ki, namazın vacibatlarını tərk etdiyimiz zaman bizim üzərimizə səhv səcdəsi vacib olur.